Yes. Yes. Uzun fasilələrdən sonra yenidən ekranlara qaydırıq, yaşıl ekranlara qaydırıq. Yes. Daha belə şeyli ekran, göz qamaşdıran ekranlara qaydırıq. Sponsorla bağlı bəzi problemlərimiz var idi, sponsorlarla bağlı. Ancaq artıq o problemi həll eləmişik və sponsorumuz yoxdur hal-hazırda. Amma necə oldu? Bir çay şirkəti, adını çəkməyəcəyik, niyə ki sponsorluq eləmədilər axı. Bir çay şirkəti dedi ki, sizə sponsorluq, Tamaşaçılara sizə dedi sponsorluq eləyəcəyik, inşallah dedi. Amma dedi, hələ tam sponsor deyil, ona görə birinci nə etdilər? Yoxlama məqsədli birinci samavar bizə göndərdilər. Əgər tutsa, gələn dəfə su, ondan sonra kömür, ən sonunda qara çay. Qara çay dediğince tamaşaçılarımızın ağlında 3-4 dənə bildilər ki, Earl Grey zət deyil. Bəli, çox təəssüf ki, English breakfast-lə danışıqlar gedir. Yes. Bir də parlament, prezident deyil, bir də English breakfast. Bunlarla danışıqlar gedir. Amma indilik tamaşaçılarımıza biz nə suna bilərik? Deyə bilərik ki, Bəli. Dracarys. Bunları tamaşaçılara hələ ki offer eləyə bilərik. Və bugün nədən danışacağıq? Bəli. Bugün danışacağıq UFC 322. UFC-nin pay-per-view kartlarından biri 322-ci kart keçiriləcək MSG-də. Yəni ki, Madison Square Garden-da keçiriləcək. Bir kvadrat şəkilli bir bağçadır bildiyimiz qədərilə. Amma ondan əvvəl 322-dən əvvəl biz yenə bu sponsorlarla problemlərə görə 321 haqqında danışa bilməmişdik. Bizə boğazımız qırmışdı, bizə çay verən yox idi. Amma 321-də nələr oldu, nələr? Həqiqətən çox maraqsız bir 321 şahidi olduq. Ancaq danışılası mövzularımız var. Bəli. Danışılası mövzularımız var və onların bəzilərinə də bir main eventin hamısına toxunmayacağıq, amma bəzi döyüşlər hansıların ki, belə necə deyərlər, elmi dildə strateji əsasları var. Bəli. O döyüşlər barədə qısa danışacağıq. Döyüşlər... Yəni o biri döyüşlər inciməsin də. Yes. Mackenzie Dern bizə yazsın, amma deməsin ki... Hətta görüşüb danışa bilərik. Yes. Görüşəyə danışaq, görək ki, Virna Jandiroba ilə neynəmədi. Amma deməsin ki, niyə bəs adını çəkmədiniz? Qəti incimə olmasın. Çəkdiyi üçün ki, adını. Bəli. Mackenzie aralıdır özü. Mackenzie özü Braziliyalıdır, amma Florida. Argentinalı olsa o da çay verə bilərdi bizə. O belə Messi'nin içdiyi kaptan. Yes. Bir də İbrahimovic'in içdiyi çay var, o İsmail'dadır amma. Bunu keçək, Mackenzie Nizadi keçək. Həmin nightda maraqlı bir neçə dənə şey oldu. Nəsrət haqpərəsti belə ölümə yolladılar. Bir dənə belə qəşəng high-kick atdı. Açıqı gedər? Öldü, getdi. Gedər. İkimiz də açıqda olaq da biləniyik bu işin. Yes. Fighting nerds. Talking nerds. Yes. Amma gecənin əsas döyüşündən danışmalıyıq məncə. Bəli, mən də bir dənə açım baxım görüm 21-də. Gecənin əsas döyüşündən danışmalıyıq. Gecənin əsas döyüşü keçirilmişdi. Uzun illərdir gözlədiyimiz bir döyüş idi əslində. Bir döyüş deyəndə ki, specifically rəqibi gözləmirdik, amma bizə maraqlı idi ki, Aspinall kimlə döyüşəcək. Belə yəni Umardan da danışa bilərik. Umardan da xırda danışa bilərik. Yes. Elə Umarla ondan danışsaq bəs eləyir. Yes, tamaşaçılarımız da inciməz. İkram Ələsgərov da var. Yes. Udub. İkram Ələsgərov amma belə decisiondan çox da maraqlı olmayan bir fight tutdu. Bəli. Walter Walker'ın maraqlı bir çıxışı var idi. Ona özləri girib baxsınlar da o biraz. Danışılası bir şeydir. Getdik. Hamdi Əbdülvahab. Başlayaq Umar Nurmagomedov, Mario Bautista. Yes. Burada səndən soruşmaq istəyirəm ki, Umarın həmin o birinci döyüşün özündən əvvəl birinci soruşmaq istəyirəm ki, həmin o vəziyyətdən çıxmağına. Bəli, Umar bir Mario Bautista əslində düzdür. Belə necə deyirlər, casual MMA fanatları bilməsə də Mario Bautista əslində yaxşı döyüşçüdür. Və elə bunu da sübut elədi. Və birinci raunddaydı, səhv eləmirəmsə, ikinci raund səhv eləyirəmmiş. İkinci raundda davamlı bir ayağa girmək sevdası, Umardakı bir davamlı ayağa girmək sevdasını cəzalandırdı. Yəni timing dediyimiz zamanlamasını elə gətirdi ki, dizi düz
üz nahiyəsinə, dizdən düz üz nahiyəsinə zərbə endirdi və çox asanlıqla nokaut ola biləcəyi bir vəziyyət idi, amma Umar çox yaxşı recover elədi belə və gözlənilməz bir hadisə idi əslində. Yenə deyirəm, casual fanatlar üçün gözlənilməz idi, amma biz bu barədə danışmışdıq əslində, düzdür, kadrlara düşməyib. Çünki yenə sponsor problemi nəsə, oralara təzədən də girmək istəmirəm. Ancaq bu barədə danışmışdıq ki, Mario nəsə eləyə bilər. Amma bu döyüşün strateji bir önəmi var idi. Yəni hətta biraz geri qayıdacağam. Press konfransda Umar qayıdasan Dana White-a ki, bəs Dana, bu döyüşü udsam, qoyursan mənim mərabla döyüşüm təzdən. Dana da belə şeyləri xoşlanmır açığı. Amma dedi, day cavab verim də, cavan uşaqsan, məndən söz soruşursan. Dedi ki, it's up to you. Yəni ki, səndən asılıdır. Deyir, çıx ora bir dənə qəşəng şou göstər. Qoymayan Dana'dır. Amma Umar əslində biraz Bautistanın sayəsində də olsa məncə şou göstərdi. Yəni nəticə olaraq ki, oradan bir highlight qaldı cəmaatın gözündə, yəni. Diz yediyinə görə. Çox dirəşsə alar yəni title fight-ı. Yəni mən inanmıram açığı. Mən Dana olsam vermərəm. Və Umar olsam da istəmərəm. Açığı. Və yaxud Umar indi cavan uşaqdır da, hələ beyni qanlıdır. Sən Xəbib olsam Umara deyərəm ki, Umar, sən tələsmə atam hələ. Sən tələsmə, sən bir-iki dəfə də o Dağıstanın dağlarında qaç aşağı yuxarı. Çünki sənin staminan odur. İndi bilmirik, bu genetik bir şeydir, genetik bir şey deyil. Amma hal-hazır ki, Umarın mərabla şansı keçən dəfəkindən çox deyil mənə görə. İndi sən həmişə bu barədə deyirsən ki, keçən dəfə udmuşdu da, bir raundu qalmışdı yəni. İndi o baxımdan deyirsənsə, amma bir əfsanəvi bir Umar performansı gözləyiriksə ki, Umar mərabı finish eləsin. Convincing qələbə olmayacaq. Convincing qələbə istəyiriksə, bu Umar o Umar deyil. Mən belə fikirləşirəm. Və keçən dəfəkindən məncə daha azdı şans udmağa, by the way. Biraz elə göründü sanki. Yox, bu döyüşünə görə yox. Ümumiyyətlə, məncə keçən dəfə özünə çox güvənli idi Umar. Onun da bir təsiri olar. Amma bu dəfə fikirləşir ki, mərabdan daha pisdir. Sadəcə deyirəm, bəlkə alındıra bilərəm. O içindəki güvəndə olmayacaq axı. Bir əvvəl undefeated qayıdı, indi undefeated qayıdır. İndi o humble paydan bir-iki kəsim yeyibdir. Ona görə yəni o qanqarasılıq gələ bilər böyük ehtimalla. Bu döyüşdə mən prosto bir dənə ağlımı qarışdıran o idi ki, bu döyüş barədə Umar döyüşdən sonraki press konfransda da, yəni Octagon intervyuda yox. Orada qayıdır, deyir ki, mən deyir, bəs hər şey yaxşıdır mənim üçün, deyir, şeyin içində, məşqdə, o yan bu yan. Amma deyir, Xəbib döyülüyü, nə bilim, üzürü sayında belə bir danışıq var, Umarın press konferansda. Orada mənə biraz qəribə gəlir ki, yəni o qədər olmaq lazımdır, o qədər UFC-də kəmər sahibi insanlar var, onlar da Xəbib döyüldü, yəni. Əksəriyyəti Xəbib deyil. Da, yəni, exactly, Xəbibdir bir dənə, digərləri deyil. Yəni, öz ağlında elə bir şey otuzdurub ki, elə bir, mən deyir, axşam vaxtı 10 dəfənin 5-də qaçıram, Xəbib 10-da qaçır, that's why. Elə deyil amma, məncə. Ona görə deyil Umarın çempion olmamağı. Nəyə görədir bəs? Sadəcə Umar budur da, yəni. Yəni elə fikirləşir ki... Mən hər şeyi düzərəsəm Xəbib kimi olacam. Yəni ki, o problemi məncə az çalışmağı ilə əlaqəli deyil. Və UFC-dəki digər çempion fighterların çoxundan da çox işləmiş ola bilər Umar. Ola bilər. Məsələ orada deyil də, yəni. Biraz elə bir özündə bir fight IQ əskiliyi deyim, nə deyim. Bunu mən Dağıstanlı çox fighterlarda hiss eləyə bilirəm. Mən elə gəlir ki, bunlar gəlirlər kornera, Xəbib deyir ki, qardaş, bunu elə, gəlirlər eləmirlər sonra. Elə bir problemi çoxunda görürəm. İslam xaric. İslam xaric, İslam ona görə favorite ola bilir də, yəni. Tagirə bu Clayton Carpenter-la döyüşdə Xəbib 50 dəfə dedi ki, ay qardaş, ground and pounddasan, bu zəhrimarın biləklərini tut, başla dirsəyə atmağa da. Ground and poundda deyir, hər round dedi özdə. Control the wrist, control the wrist, control the wrist. Görürəm ki, qardaş, Tagir gəlir, heç elə bir ağlın, elə bir var ki, deyirsən, risk control şey kimi deyil də, məsələn, deyəsən ki, take down-a gir, o da girməsin, sonra desin ki, elədim, alınmadı da. Risk control elə deyil də, yəni sən cəhd eləsən görərik, belə bir at əlivi görək, eləyirsən. Yəni ki, bu fighterların çoxunda elə bir döyüş vaxtı, döyüş əsnasında eşidə bilməmək,
döyüşün ortasında, round aralarında eşitdiyini əslində eşidə bilməmək. Yəni ki, o döyüşə gedir, yenə öz bildiyini eləmək kimi problemlər var. Umarda məncə biraz oradadır problem, nəinki onun çalışmağında, nə bilim, filan skillində bəhməz. Mən belə bir şey də vurğulamaq istəyirəm. Deməli, Xəbib qardaşımız post yazıb Umarın döyüşündən sonraki, nə bilim, indi don't quote me on this. Hətta baxa bilərsən bir də ondan nə yazmışdı. Yazıb ki, congratulations youngster. İndi mən translationına baxdım da, tərcüməsinə baxdım. Yəni ki, bir malış kimi məncə baxırlar ona, hələ ki, sən çox şey səhv edirsən də hələ. Yes. Ki, hələ sənin improve eləməyə yerin var. Neçə yaşı var? 28-29 var? 29 olmalıdır var. Hə, sanki elə onların öz məşqçilərinin, öz komandasının gözündə də Umar hələ ora çatmayıb. Yes. Yəni prime-ına çatmayıb mənə elə gəlir onların gözündə də. Prime-ı da yenə deyirəm, ola bilər ki, fiziki prime-ına çatmış ola bilər ki, 29 əslində elə prime vaxtıdır da. Həm skill baxımından, həm də fiziki baxımdan. Amma demək ki, nəsə çatışmır hələ. O IQ-su çatmır. IQ-su indi gələcəkdə də çatışmaya bilər o heç. Yes. Amma çatışmağına ehtiyac yoxdur da sən demiş. IQ verilməyib, qulaq verilib də. Hə. Yəni o IQ biraz mənə nədən irəli gəlir? Tam IQ kimi də yox. O futbol olur məsəl üçün ilk dəfə nə bilim biraz böyük stagedə futbol oynayırsan, böyük stage being nə bilim hansısa timdə oynayırsan, amateurda indi biz öz şeyimizi deyirik. Ya da nə bilim daha yaxşı adamlarla halı sahaya gəlmisən kimi top düşəndə belə çaşıb qalırsan. Normalda topla hərəkəti məşq eləmisən, o bu, amma həmin anda top düşəndə çaşdın, ayağın ayağına dolaşır belə. Yəni normalda topla hərəkət eləyə bilirsən, normalda pas verə bilirsən, normalda udar vura bilirsən. Bəli. Həmin anda o həyəcan gəlir. Amma bright lightlar gələndə eləyə bilmirsən. Yes. Məncə o tip bir şeydir Umardakı. IQ deyəndə ki, yəni o bright light-a görə eşidə bilmir. Bright light-a görə məsələn tutaq ki, dars bağlayasıdır, ələ dolaşır. Darsdan indi ələ-ayağa dolaşmır da. Ələ dolaşır. Transitionların hamısını düz eləmir, əldən çıxır dars. Məsəl üçün kontrol eləyəsidir. O bizim Rəsul Rəhimovun bizim köhnə qonaqlarımızdan biri, Rəsul qardaşımızın bir sözü var idi. Deyirdi ki, grappling deyir, riyaziyyat kimi də bunu eləyirsən, sonra bunu eləyirsən, sonra çox qəşəng təsvir eləmişdi o mənada grapplingi. Hə, yəni burada bəlirli addımlar var da, burada bunu eləyəsən, burada onu elə bir hansınsa qaçırdır, rəqib bunun əlindən çıxır və yaxud da ki, kontroldan qalxır ayağa və s. Yəni. Bir də belə şey özü də vurğuladı ki, deyir mən məşqdə darsın biri bir qəpikdəndir də, yəni. Onu orada submit elə, bunu burada arınbara sal, amma bura gələndə deyir, eləyə bilmirəm. O həyəcan şeydir. Hə, ümumiyyətlə əslində döyüşünə baxanda da Umarın, o əslində Usmanda da o var. Uzman Nurmagomedov. Bellator, keçmiş Bellator, indi PFL çempionu. Biraz panik fight eləyirlər mənə elə gəlir. Panikada kimi dalaşırlar. Umar xüsusilə sanki tez bazar mən onu öldürməsəm məni vuracaqlar snayperlə. Elə bir his var və heç sakit deyillər dalaşanda və Umarla 160 dənə strike eləyir bir roundda, amma hamısı elə bir out of fear. Qorxudan. Qorxu indi tamaşaçılarımız nervlənər belə şeyə ki, özünüz dalaşmamısınız. Başa düşdüm də, özümüz dalaşmamışıq. Amma yəni o maturity, o yetkinliyə çatmayıblar hələ ki, bu yenə də o da ki, onu 25 yaşında eləyən də var ha. Onun üçün yəni 45 yaşında olmağına ehtiyac yoxdur. 20 yaşında da eləyən var. Muhammed Mokayev. Bəli. Və yaxud nə bilim 2 division çempion İlya Topuria. Məsələn İlya Topuria Umardan cavandır, 28 yaşında. 3 il qabaq da o composure var idi, o təmkinliliyi var idi onda. O Jai Herbertdən təpiyi yeyəndən sonra məsəl üçün mən Umar elə bir vəziyyətdən qayıtmazdı kimi gəlir mənə sözünə açığa. O mental capacity onda yoxdur mənə gəlir. Varsa da görməmişik. Amma indi deyərsən ki, burada dizdən durdu da amma. No, durar ya, İlya kimi durmaz da. İlya durdu, o nakavt elədi. Hə, İlya durdu, nakavt elədi, İndi sözümü nəyə gətirirəm? Hə, biraz panikada dalaşırlar. Onu indi biz görürüksə, yəqin ki, Xəbib də görmüş olar. Və yəqin ki, elə düşünürlər ki, buna hələ zaman lazımdır. Bu çünki yetişməyib də hələ kaldı. Amma misal üçün, İslam elə deyil. İslam çoxdan elə deyil. İslam heç elə olmayıb elə. Məncə də heç elə olmayıb. Hə, yəni bu əslində elə hamının keçdiyi bir dönəm deyil mənə gəlir. Bunlar, indi İslamın bir əslində
üstünlüyü var ki, İslam həmişə Xəbibin yanında olub deyə, o bright lightlar directly bunun üstünə vurmasa da, sayrışan işıqları buna dəyib. Hə, Umar da bir də özünə mənə gəlir elə bir pressure qoyub ki, mən Nurmagomedovam, mən undefeated olmalıyam, mən Xəbib kimi olmalıyam. Hə, ona görə nəsə onun psixoloji problemləri var. Yəni xəstədir mənasında yox. Yəni fiziki skill problemi, bacarıq problemi yoxdur. Ancaq biraz attitude, davranış, özünə inanmı deyim, nəsə belə problemləri olduğunu düşünürəm. Yanlış ola bilər təbii ki. Görəcəyik də, onu gələcəkdə görəcəyik ki, məsələn, Umar inkişaf elədi, inkişafını oyundakı rahatlığı ilə mi göstərəcək, yoxsa hansısa skill ilə mi göstərəcək? Məncə rahatlığı ilə. Yəni bu dediyimizdən belə çıxdı ki, daha calm, composed döyüşərək daha yaxşı olacaq. Sanki udacağına inanmaqdan daha çox ümid edir. Yes. Məsəl üçün Mərab çıxanda döyüşə udacağını fikirləşir mənə gəlir. Amma bu deyir ki, inşallah bir şey olmaz, udaram. Belə düşünürəm. Yox, bir də orada indi dedin, oradan ağlıma gəldi. Xəbib haqqında deyirik ki, Xəbib deyir, cəmaatı elə bir mənəvi qıraraq udurdu da deyir. Xəbiblə döyüşəndə deyir, istəyirdin ki, qutarsın döyüş falan da belə bir. Ki, which I agree. Elədir məncə, yes. Çox dominant bir şəkildə udurdu və s. və ilaxır. Elə bir bunlar Xəbibdən görüb qələbəni o cür başa düşürlər. Halbuki məsələn İslam cəmaatı elə udmur. Hamını elə udmur deyək, çoxunu yenə elə udur, amma hamını elə udmur və elə bir məcburiyyət də yoxdur. Yəni bunlar elə bir biraz bunlar dediyim Umar, Usman, maybe nə bilim Zubayra, nəsə də. Tacir, macir. Bunlar elə bir prosto rəqibdən üstün olub udanda elə fikirləşir ki, mənim hələ gedəsi çox yolum var. Yəni orada halbuki 99% çempionlar elə çempion. Də lazım deyil də, o qədər dominant olmaq yoxdur elə bir şey olsa. Yəni mənim olanda Xəbib olursan. Başqa elə example gəlmir də ki, hər döyüşündə deyəsən ki, bu da yəni ki 5 saniyə sonra görürsən ki, okey, qutardı döyüşdə actually. Özümüz döyüşməsə də spar eləmişik. Məsələn, sparda başlayan kimi görürsən ki, bu o deyil. Onun kimi də. Onu məsələn eləyən bir dənə Xəbibdə cəmaatla və ona ehtiyac yoxdur məncə. Yəni onlar elə bir ağıllarında onu tutublar və hər dəfə onu eləyə bilmir və fikirləşir ki, yox, mən hələ olmamışam, hələ olmamışam. Halbuki o deyil də, sən İslam kimi prosto əlindəki skilllərlə cəmaata biraz qulaq asmağı da bacarsan və eyni zamanda da calm, sakit və özünü idarəli, nəsə də compost nədirsə şəkildə döyüşə bilsən, sənin çempion olmaq üçün əlində bütün şeylər var, yəni lazımlı nədirsə. Umar kimi adama mənə elə gəlir ki, çempion olandan sonra Umar çox yaxşı olacaq. Yes. O bir söz var, deyir, Teddy Atlasa buradan salamlarımızı göndərirəm. Deyir ki, çempion olan adam overnight 20%, 30% daha yaxşı olur. O da burada olan bir şeydir. Umar məncə çempion olandan sonra o attitude-a gələcək ki, mən udmaq, Allah işimi yetirsin, udumdan daha çox mən çıxıram rəqibi məhv eləməyə mindsetindən çıxacaq. Bunu da şey kimi demirəm, bu yalandan bunu fake eləmək olmaz. Bunu məsələn qıraqdan İslam qaz versin ki, sən aslansın, sən yaparsın. Elə olmaz, o həqiqətən içində inanmır məncə, ümid eləyir. Ona görə indi daha çox sən demiş uduzandan sonra. O elə Xəbibdə, nə bilim, İslamda da biraz. İslam indi əvvəlində cəmaatı finiş eləyirdi, amma Xəbibdə o çox oldu məsəl üçün elə. Xəbib çempion olandan sonra tak finiş eləməyə başladı məsələn. Daha rahat, daha dominant Xəbibə çevrildi. Necəsə. Bəli. Necəsə, heç nə dəyişmədi. 20 ildir wrestle eləyirdi. Allah bilər bunun da başına yeni işlər gəlsin. Finişlərə getdi rahatlıqla və s. və ilax. Qısacası Umarın biraz yolu var çempionluğa. Mənə elə gəlir ki, bir döyüşdə ona verəcəklər başqa bir adam. Bu dəqiqə çünki heç kim Umarın title üçün dalaşmasına tələsməz. İndi Mərab da sabah bir gün dalaşasıdır onsuz da. Orada dalaşsın, kimlə dalaşır? Petr Yan'la, orada sual olmuşdu. Petr Yan'la dalaşacaq. Petr Yan'ı udarsa ki 40-55, 45-50 olmuşdu da geçən dəfə.
dominant 5 raund udmuşdu. Onu təzədən udarsa mənə elə gəlir ki, Umar biraz fasilə eləyəcək, Merab daha doğrusu. Yes. Çünki bu il 4 dəfə dalaşdı da. Həmin vaxtda da Umarı bir dəfə kimdənsə dalaşdırarlar. Umarla niyə Sean O'Malley dalaşdırmırlar, o mənə çox maraqlı gəlir. Right, exactly. O çox olmalı olan, edilməli olan bir döyüşdür. Onu məncə ona görə eləmirlər ki, Sean O'Malley onu da uduzsa da bağlayıb gedəsə də elə bir ki. No, uca eləyəcəklər məncə açığı. Sean O'Malley çünki görürlər ki, okey də buna 2 dəfə title fight verdilər. Da qutardıqda Sean O'Malley ilə vəsə, yəni Sean O'Malley bir də title'a da inşallah Merab olmasa zad belə. Yes, Sandhagen də bir şey eləyə bilmədi. Dedilər bəs bəlkə o nə kartıdır? White House Ağ Evdəki kartda ola bilsin Sandhagen'la Sean O'Malley-ni dalaşdırsınlar. Yes. Onlar həm Amerikalıdır, həm ikisi də strikerdir zət o məntiqlə. Amma məncə o nağıl söhbətdir sözün açığı. Yəni Umarla özdə Umarı qaldırmaq istəyiriksə, deyinəsənsə sən. Yes. Umarı da qaldırmaq istəyirsənsə, elə qoy Şanla dalaşsınlar. Şan udsa lap yaxşı, Şan dalaşsın təzədən title üçün. Yox? Yes, yes. Şan elə ancaq Umarı udsa title üçün dalaşar. Şan 2 dəfə udub, 2 dəfə çıxıb bildim, amma yəni Umarı udsa, amma mənə elə gəlir bir dəfə də şansı ola bilər. Umarı udsa məncə bir döyüşdə dirəşərlər Şana verməyə. Çünki Şan Merabla kimə versinlər ki, kimi getsin döyüşsün ki, Şan hamını udub da, nə o? No. Yəni Pyotr Yanı udub. Sandhagen'ı udmayıb, Sandhagen'dan da heç kim olmayıb Şan yəni. Literally heç kim olmayıb yəni. Vallahi. Bir dənə Pyotr Yanı uddu, ondan sonra title shot verdilər. Alconu uddu. Pyotr Yanı da uduzmuşdu bayağı. Alco da qalxdı. Alco da qalxdı yuxarı, Alco yoxdur. Qalan rəngdə Şanın udduğu heç kim yoxdur. Titovera var idi hətta belə. Titovera. Yəni ilk 5-də, 7-də zətdə adam yoxdur heç Şanın udduğu. Onda vermək olar da, şey dalaşsın, Umar dalaşsın. Hə, Umar Şan məsələn qəşəng fight olar, yes. Sadəcə Şan udsa. İndi Umar bir döyüş daha lazımdır. O özdə close fight da, yəni Umarın o tələsmək məntiqi ilə knockout ola bilər. Yes. Özdə Şanı məncə yerə almağa məcbur olmalıdır orada. Yəni Umar normalda yerə alan adam da deyil axı. Deyil. Bu döyüş ilk dəfə güləşdi, yəni heç vaxt güləşmir Umar. Heç kəslə güləşmir, həmişə strike eləyir və Şanla məncə heç strike eləməz. Məncə çox yaxşı seçim də olmaz Şanla strike eləmək. Bəli. Corey ilə məsələn tam strike elədi, Corey elə uddu məsələn çox. Halbuki Sandhagen striker idi. Hə, güya ki strike-da nə bilim də unorthodox belə gəldi, interesli zərbələr elə getdi. Sandhagen'ın striking fight-da 50-45 uddu da yəni Umar. Sandhagen çox yaxşı əvriz döyüşçüdür elə bil. Yes. Əvriz deyirəm də yekə başda kimi çıxmasın. Yes. Tamaşaçılar deyəcək özünüzə heç çıxmamısınız bir dəfə. Yes. Yox, yəni o B. Çox yaxşı B. 4 plus alan uşaqdır da yəni. Bəzi günlər 5 çıxdı ala bilər. Asla. Bəzi depending. Amma 5 deyil, 5 plus deyil. Yes, heç deyil. İnciməsin ha Sandhagen'da. No. Yaxşı analizləri var. Yaxşı coach olacaq Sandhagen bir gün. Ola bilər. Yes, çünki o biraz nerddir. Elə şeydə. Nerd də pis mənada demir. Yes. Özümüz də elə nerd. Özümüz də elə talking nerds. Açıq geyinirik. Bəli. Şalvar da geyinirik, açıq. Açıq geyinmək, Rus sektorlar geyinmək deyir. Yox, həm şalvar geyinirik, həm açıq geyinirik də, yəni. Hə, buradan da şalvar geyinən qardaşlarımıza salam olsun. Qardaşlarımıza yox. Yes. Yəni, anyways. Bu döyüş belə. Bu döyüş belə. Kalam danışdıq amma 23 dəqiqə. Olsun da nə qədər çox olar, o qədər çox. Kəsərik. Bu şimdi kəsməliyik. Ya kəsib doğrayarıq mən aslında. Batarya ölmədi onu bilirik yoxsa? Ölsə sən Hə, biləcəyik onu qəşəng. Bu şimdi ondan sonra daha bir maraqlı döyüş. Maraqsız döyüş. Maraqlı döyüş. Yox, mən o döyüş demirəm. Bir də bunun haqqında qısa deyək. Bir bayaqlar gözümə döyüşlədi çünki. Hə, bunu bir dənə 1 dəqiqə mən əsəbləşim sonra keçərəm. Jailton Almeida, Alexander Volkov. Ona əsəbləşə bilərik. Yes, the most disgusting döyüş I have ever seen in my life. Derek Lewis'lə də qanı inciməsin. İncimələrinə gərək yoxdur. Bu məncə bundan tərəfi yoxdur yəni. Olmayıb, olmamalıdır. Bu məncə yenə burada Rəsul qardaşımıza kredit verək, Rəsul qardaşımızı təqdir eləyək ki, o demişdi ki, o vaxtı artıq dedi, güləşə deyir, xalda vermirlər. Sən yerdə nəsə eləməlisən, kontrola xal vermirlər. Yadındadırsa elə bir point demişdi Rəsul. Və
Onu çox qəşəng demişdim. Mən məsələn o döyüşə baxanda, orada uşaqlar uşaqdır da gəliblər bizim evdə baxırlar, şeyə baxırıq bir yerdə. Orada yox idi, sən ona görə onları naxat dedim. Onlara da salam deyirəm buradan. Onlar qayıtdı ki, Almeida götürdü, 3 raundun içində götürdü, yerdə tutub da 3 raundda. Dedim ki, siz MMA-çiləri yaxından tanımırsınız da, mən bu işin içindəyəm özüm. Mənə bu Rəsul qardaş deyib ki, kontrola xal vermirlər. Demək ki, Almeida götürmədi, there is no way. Və dedim ki, Allah haqqı, dedim ki, bax 2-1 Almeida olardı. Bir round çünki kontrolla bərabər zərbəsi də var idi. Və 2-1 də verdilər, amma split decision oldu. Bir dənə hakim 2 raundu Almeida'ya verib. O hakimə buradan çox eləmək istəyirəm, özü başa düşsün. Ki, yəni, məncə kontrolda tutub zərbə vurmamaq nəinki xal verilməməlidir, xal sıxılmalıdır. Valla. Yəni, kontrolda tutanda sənin 2 dənə seçimin olmalıdır. Either BJJ transition eləməlisən ki, pozisiyonu dəyişəsən, bəlkə nəsə iş gedər. Or strike eləməlisən. Yox, yəni, ya pozisyon dəyişməlisən, ya da smashdə bu başqa nə? Ona görə burada mən ümumi olaraq UFC hakimlərini toplam o 3 hakimin ikisində, yəni təqdir edirəm ki, sağ olsunlar ki, bu Volkova verdilər və bu bundan sonra ənənə halına gəlsin, indən belə söhbət eləməsinlər dayı. Bunu da belə şey eləyər, inanmı. Başda verəcəm şey, ya pozisyon dəyişməlisən, ya smash, sonra video başlayır. Sən demə Volkovdan danışırmışıq, belə olur. Zərətikə qoyduq, yoxsa dəyişdik, adətdir? Dəyişdik. Başladı onu da. Gedir bu. O şimdi qutardıq. Bu söhbəti tamamən bağladıq, çox gözəl oldu. Artıq UFC 322-dən bəhs eləyə bilərik. Yox, Aspinal'dan danışmaq. Sorry, mikrofon səndə. Gəldik Tom Aspinal'a. Deyir ki, bir də hekayə var. Heç bir detalını xatırlamıram. Deyir ki, bəs bölüşməyi ay canavar hardan öyrəndin? Deyir, gözü çıxmış qardaşımdan. No. Danışa bilərəm. Okay. Heç bir detalını xatırlamıram. Qısaca belə bir şey deyim də, indi tamaşaçılarımız xatırlayarlar, oxu kitabında idi desən. Ki, bəs bir gün heç bir detalına baxaq. Nə bilim, canavar olar da yəqin, canavar hörmətli heyvanlar. Canavar gəlir, çaqqallar nəsə tuturlar, tuturlar belə də qurtdan, quşdan, davuşandan. Nəysə, canavar gəlir, bunları yaxalayır, belə çörək yeyən vaxtı. Nəysə, deyir ki, bəs şeir eləməlisən, bölüşmək lazımdır. Bu da deyir ki, yox da, biz tutmuşuq, özümüz yeyəcəyik, biraz yekə başlıq eləyir. Bunun canavarlar başa salırlar. Başa salırlar, yeyərək başa salırlar da, yəni həmin çaqqalı gözünü çıxardırlar, nə edirlər. Sonra keçirlər o birisi çaqqala. Çaqqal deyir ki, mənim yeməyim sənin yeməyində, bırak, götür ye. O da deyir ki, nə əcəbsən belə ağalla dərrakəli. O da deyir ki, bəs gözü çıxmış qardaşımdan. Yəqin gözünü çıxardılar da. Yəqin ki, çünki başqa cür ölən qardaşımdan deyərdi. Bəli, indi gözü çıxmış nəyə görə vurğulayırıq? Tom Aspinall. Bu döyüşdə gözü çıxdığını iddia elədi. Headline. Burada öskürə bilərsən, məncə tamaşaçılarımız öskürməyə. Əslində bir aptek də sponsor verə bilər bizə. Yes. Mələ o boğaz dərmanı aptekləri. Elə bir aptek yoxdur, amma xüsusən boğaz dərmanında ixtisaslaşmış apteklər. Belə, indi gələk Aspinall'la serial gain, bəziləri serial gun dedikləri döyüşə. Bu döyüş çoxları üçün sürpriz oldu. Çünki heç kiminsə gözünü çıxmağını gözləmirdi və fikirləşirdik ki, elə öz aramızda da danışanda o sponsorsuz vaxtlarımızda istər-istəməz o vaxtlara qayıdıram. Ki, bəs gələcək bunun serial gun çünki bizim ağzımızda çox pis dad qoyub getmişdi, belə dirty səslənsə də.
O da John oldu. Jones'dan sonra ki məsələn 1 dəqiqəyə mən boğunu məndə tərpənməyim, beləcə qalım. Ondan sonra fikirləşirdi ki, eyni aqibət onu gözləyir. Çünki elə Thomas Spinall da dediyinə görə güləşənidir və s. Amma heç elə olmadı. Yes, Və necə deyilmiş. oldu bəs? Necə oldu? Ümumiyyətcə döyüş başlayan kimi Cyril Gunn normal öz stilində döyüşürdü. Cyril Gunn bildiyimiz kimi ayaq üstə döyüşəndə Cyril Gunndan indiyə qədər baş eləyə bilən olmayıb. Tamaşaçılarımız keçir, onlara salamlayır. Cyril Gunndan baş eləyə bilən olmayıb. Bəli. Ngannou özü də ayaq üstəki raundları uduzmuşdu Cyril Gunna. John Jones da heç imkan vermədi ki, ayaq üstə döyüşsün Cyril Gunn. Bəli. Yəni məsələ budur ki, Cyril Gunn onsuz da ayaq üstə ən yaxşı heavyweight-dir və rəqabəti də yoxdur da bunun. Bəli. Və həqiqətən elə də. Həqiqətən elədir. Çox yaxşı Ona görə yox ki, kontrolu var. heavyweight-də ayaq üstə normaldə alışan yoxdur. Yəni özü də çox yaxşı. Özü də çox yaxşıdır. Amma fransızda belə bir pis tərəfi var. Hə, hoşum bu Cyril Gunn uzaqdan məsafədə saxlayaraq ən yaxşı gördüyü iş odur onsuz da onun ki, distance-da döyüşə bilsin. Distance-da özü üçün point fighting-ini aparırdı. Bunu gözləyirdik. Bizim gözlədiyimiz nə idi amma o bir zərbə atanda Aspinall girər, yıxar. Yəni nə bilim necəsə də takedown eləyər. Bunların heç birini Aspinall eləyə bilmədi. Amma belə bir başında burnu qırıldı. Çox üzr Ya da qanadı istəyirəm, nəsə. sözünüzü kəsirəm. Belə bir sən demişdin ki, wrestle eləməyə çalışdı, alınmadı. Həmin vaxtda da gözünə barmaq soxulmuş. Daha əvvəl yəni. Bəli, wrestle eləyəndə dedin attempt eləyib, amma götürənməyib. Orada da bir eye poke var idi. Really? Bəli, bəli, ona görə başını buraxıb. Yes. Yes. Ola bilər, Amma amma Cyril çox pis Gunn'ın bir belə bir keçmişi də var. Hamıya ipok Hə, eləyir. bir odur, bir də John Jones. Yes. Yes. Geçən heavyweight GOAT olmağa iddialıdır Cyril Gunn. Bəli, bəli. Yolun bilir də ki, ipok nə qədər dirty şeylər varsa eləsin. Aha, gözünü çıxart bir gözdən sonra udarsan. Hə də yəni. Başlayan kimi niyə dalaşaq ki? Bəli. Hə, başım bu Cyril Gunn başım qəşəng bir şəkildə döyüşürdü. Öz istədiklərini eləyirdi. Bir dənə cəhdi oldu onsuz da Aspinallın şey üçün, takedown üçün. Çox disgusting bir takedown cəhdi oldu. Uzaqdan belə göstərərək qaça-qaça gəldi ki, mən gəlirəm takedown-a. Cyril Gunn da belə elədi ki, heç sprawl da eləməyə gərək duymadı ki, sən can keç o bir tərəfə. Yəni burada məncə bir balaca Wrestling-ı məndən uzaq elə. hə, konkret çox pis bir şəkildə və biraz burnunu da vurub qanatmışdı deyə əməlli. Yaxşı cəblər atırdı, indi atmasın. Yes. Burada məncə ikinci döyüşündə olacaqsa nədirsə, Aspinall ümumiyyətcə düzgün şəkildə eləmədi. Onu ən yaxşı elə John Johnson yerə almışdı. Ngannou da bir 3 dəfə yerə alıb heç. Amma John Johnson qəşəng yerə almışdı. Necə? Zərbə atılan anda qolun altından girərək yerə alma. Yəni rəqibin öz momentumundan istifadə edərək onu yerə alma. Çünki heavyweight-də sən nə bilim DC falan döyürsənsə, cəmaatı cəld şəkildə gəlim, tutum, qaldırım, yıxım, yəni onlar biraz çətin məsələdir. Almeida məsələn Volkovu yerə aldı nə qədər, amma biraz Volkovun da takedown-ı heç defend eləmədi. Bir də Volkov 4 metr olduğuna görə Hətta takedown eləmək rahatdır onu. Yəni belə əslində mənə elə gəlir ki, Aspinall uduzurdu, point fighting-lə uduzurdu. 30-27 idi amma yəni close fight uduzurdu amma close fight. 30-27, what do you mean? Landed strikes. Hə, okey, elə bildim 3 round döyüşüblər. Yo, 30-un 27, ya. Elə yaxı belə şey idi. Yəni MMA qrupuna çox əsəbləşir. Buradan MMA qrupuya da salamlarımızı göndəririk. Yes. Kollab eləmək istəyir, biz bu dəqiqə alınmır bizdə. Yes. O çünki bizim çay sponsorluğu uğradı bizdən. Hə, yəni ki, belə davam et. Məncə takedown-u eləyə bilməsə Aspinall, tək şansı nəyə qalır? Bir dənə normal tutuzdurup knockout. Ona o da elə görünmürdü amma. Bir neçə dəfə belə car crash dediyimiz momentlər yarandı, ancaq amma o Aspinall crash eləmədi orada çox. Onlarda elə Cyril Gunn crash elədi. Yes. Hə, yəni biraz elə görünürdü ki, yəni decision-a getsə Gunnadır. Amma 4 round var da, hər şey ola bilərdi. Yəni yo, heç, obviously. Decision-a getsə amma Gunnadır. Onu demək istəyirəm. Yes. Yoxsa ki, yəni bu cür növbəti 4 raundda davam eləsəydi, onda decision ümumiyyətcə məncə heç kim əgər deməzlər bərdən ki, yəni decision Aspinall bu normal. Çünki olmayıb da elə bir şey də olmayıb, hə, yəni. Amma ikinci döyüşə mənə elə gəlir ki, Aspinall bir balaca 1-2 dənə adjustment eləyib, takedownları tələsmədən. Orada indi bir şeyin də təsiri vardı əslində ki, burnu qanadı deyə
o belə döyüşə çox mənfi təsir göstərir axı Təbii ki. qanamağı. Bəli. Qanamağı, pastayanlı belə su axır, onu düzəltmək, su da elə qandır da, düzəltməli olursan, burnun qanıyır deyə gözündə yaşarır, elə bir şey də var. Fikrin yayınır həm də. Hə də yəni o biraz məncə məsələn o burun qanamasa deyək ki, Aspinall elə indiki bu döyüşə əvvəldən yəni çıxdığı fight planla da elə çox səhv şeylər yox idi o planda. Yəni qəşəng sakit döyüşə tələsmək lazım deyil də. Bax nə vaxt imkan düşər takedown eləyərsən. Yoxdur eləmə. Düşməz vur. Ay, yoxdur eləmə. Exactly. Olmayan yerdən elədi deyə pis göründü. Bəli. Yoxdur işində ol da sən. Onsuz da Sililqan adamı knockout eləyən bir adam deyil yəni. Elə o işə bax. Başında alından yaxşı vurur John Jones kimi. Yes. Ha onsuz da dirty şeylərə baxır da ancaq. Fransızdır da, onda qramanı adı yoxdur. Yes. Aspinall məsələn, hətta ikinci döyüşdə məsələn deyək ki, nədirsə rematch verildi. Başının dalından vurdu, yenə dalaşma. Qoy yenə no contest olsun. Gözünə barmaq saldı, qoy yenə no. Məncə məsələn o döyüşçülər üçün ən yaxşı dərman odur. John Jones-a vaxtında eləsəydilər, MMA daha başqa cür olardı. Bəli. Hər gözünə barmaq vurduğu adam desəydi ki, o qardaş qalsın istəmirəm. Sağ ol. Elə şeydə Bir gün gəldilər ki, dur davay. çox ürəkli döyüşçü var ya. Lionheart. Thiago Santos, yes. Lion- Thiago yox, Anthony Smith, sorry. Anthony Smith'in də Yes. başına dizlə təpik vurmuş deyəsən. Orada Smith məsələn deməli idi ki, qardaş, vəbşə ver kəməri, davay. Məsəl üçün də yəni Onlara onlara kəməri verirlər elə olanda. çünki dizə vurmaq, dizlə baş Illegal kəmər, knee, hə? O çünki illegal knee-nin orada qərar vermədilər əslində ki, Ağlı yoxdur amma eləmisən, Smith niyə yoxsa elə bir yox. şey eləməyib ki? Bilə-bilə eləmisənmi, yoxsa Ən azından accidental? gələn döyüşdə onun çörəyin yerini yenə verərdin də. Onsuz da Yes. səndə heç kim saxlayası deyil. Ya orada indi dəqiq bilmirəm ki, onu təzədən təkrar azda baxasaydılar onu desəydi Hə. ki, bu accidentaldır yoxsa yox. Accidental olanda no contest sayılır, kəmər qalır çempionda. Amma accident məsələn şeydəki obviously accidental da öyle idi axı Peter yanda. Peter yanda. Heç kim demir də ki, o accidental. Ona görə Yes, ona görə ondan aldılar kəməri. Amma accidental olsa almırlar. yes. Hə, amma IPOC-da belə bir qəribə bir şey var da. IPOC-da hamısına accidental deyirlər. Çünki bilərəkdə Uzaqdan qaçıb gəlib heç kim belə elə. Amma iki gözünə də barmaq salmışdı bu Yes. həmin epizodda. Belə də başım. Bunları yəqin ki təzədən döyüşdürərlər. Başqa adam yoxdur çünki Yes. heavyweight-də və növbəti döyüş maraqlı olacaq məncə. Yaxşı, orada indi bir bu izlədiyim bütün kanallar bunu dedi. Bunu elə səndən soruşum, yekunlaşdıraq. IPOC-lara necəsə bir adjustment gəlməlidirmi səncə? Valla məncə yox. Xal Məncə kəsmək, ehtiyac yoxdur. əlcək, disqualification heç nə? Yəni ki çox az olduğuna görə buna əlavə bir policy çıxartmağa ehtiyac yoxdur. Hə, gərək yox da. Amma çox Point alsınlar amma. Point alsınlar əgər davam edirsə. Hə, məsələn ikinci dəfə elədin eyni döyüşdə, Hə. alaq səndən point. Valla birincidə də almaq olar yəni. Good point. Al da Bəli, birincidə ki, yəni qardaş barmağı yığ da yəni. Eləməzdin. Eləməzdin. Yes, very good point. Yes. Yes. Yəni yarım bal alsın, ya 2 dənə alanda 1 bal alsın, sarı kart versin. Yox, Yəni bir bal məncə çox böyük cəzadır onsuz da. 1 bal çox böyük cəzadır. Ona görə deyirəm Hə. ki, bəlkə bir warning növbəti də cəzaya nəsə elə bir şey. Yes. Amma indi belə bir şey olub, bəlkə birincidə bəlkə barmağını elə soxub gözünə ki, o okey davam eləyir, amma heç sonra da Yes. eləməyəcək. Ona görə biraz qəliz məsələdir. Əlcək məsələsindəki bir dənə Trevor Whitman adında oğlan var. Yes. Bəzi tamaşaçılarımız Aynen. tanıyar. Justin Gaethje kimi, Usman kimi və hətta son döyüşündə Sandhagen kimi oğlanların məşqçisi əlcək işinə baxırmış. O Okay. gedib düşüb padvalda bir videosu var, əlcək tikir. Hə, okey. Onu da gətirirlər, Joe Rogan'a da çıxardırlar ki, bəs şeydir də, qəşəng əlcəyi düzəltmişik ki, deyirlər Pride bunu 30 il qabaq da eləyib də, yəni çox qəliz bir texnologiyadır. Yes. Amma niyəsə istəmir də, bəlkə istəyir ki, momentlər olanda kimsə kiminsə gözünə barmaq soxa bilsin. Onu aksept eləməyiblər. Və yəni əlcək problemini istəsələr solv eləyərdilər. Yes. Demək ki, istəmirlər və mən də nə deyim vallahi, yəqin ki, onun da bir mənfi tərəfləri olmuş olar da. Niyə dəyişməsin ki, əlcəyi? No, əlcək Bəlkə brandingə də görə mən də gedim Pride-in əlcəyindən taxım egosuna görə demək, nə demək. bilmirəm vallahi onu bilmirəm. Amma yəni Dana
bu dəfə çox əsəbləşmişdi ki, mən bunların hərəsində 2 milyon, 3 milyon pul verdim. Bir-birinin gözünə barmaq soxub çıxıb getdilər də yəni. Yes. Amma əlcə ilə bağlı da bir şey demədi. Dedi, buranın bibliləri who the fuck knows. Yes. Ya orada belə bir şey var ki, məncə xalça kəsmək elə özü qəşəng bir solutiondur. Bəli, uduzmağa ən yaxşı şeydir yəni. Hə. Uduz, Yəni cəzalandırmağa. Bir şey var, Stipe ilə DC3. Hə. Stipe nətər barmağı soxursa, DC-nin də retirement fighter deyə yəqin yetim dalaşmaq istəyir də. Bəli. Döyüşdən sonra DC-nin intervyusunu görmüsən. Hə, gözü yoxdur. Deyir ki, I can't see man, I can't tell you what to do, I can't see. Bir dənə də bir gözü bu tərəfdədir zaten əməlliyə. Görürsən ki, ay bu görmür də yəni. O döyüşdə idi, o bədən şartlarla nakavt. Ya, o decision oldu həmin döyüş. Yəni ki, nədir ki o yəni? Hə. Bil necə? O yəni orada da xal kəsmir. Orada məncə bir 5 xalzat kəsmək lazımdır ki, finish eləməsən bas bayrağı. Öldürməsən. Hə, bir dənə döyüş var, burada haşiyəyə çıxacağam. Deyir ki, if you kill him it will be a draw. Elə döyüş, elə hypoklar var ki, bu çox şey eləyir də. Məsələn, John Jones-da mən niyə onun hypoklarına hate eləyirəm? Hypok da çox eləmir əslində John Jones. Onun şəraitin yaradır. Belə dayanır elə. Yəni ki, özün gəl, sən gəldin, girdin kimi olur biraz. Amma o elə bir qaydanı exploit eləmək kimi bir şeydir də o. Bəli. Qayda var ki, məsələn, hypok olmaz. Hypok olmaz. Amma bu accidental da ola bilir. Amma bu özü də salmır axı, rəqib gəlir, girir. So it's definitely accidental. Sən elə bil reach'in çoxdur və hypoka şərait var deyə bunu biraz Oliveira'nın həmişə yerdə uzanmağı kimi də qayda var ki, yerdəkinə təpik yoxdur, bu da uzanır, yerdəki gəlir. Amma o pride rule olsa, biri gəlib stamp eləsə, görüm uzana bilər onda yerdə. Bildin necə? Onda gəlib də aslında deməzsən də gəl qarda, gəl qarda. Gəlməz də çünki bir dənə stamp eləyər başıma. Bəli. Ona görə biraz o döyüşçülər mənə elə bir oyunda bug tapan adamlar kimi gəlir də. O şeyə çox məqsəd. O policy də dəyişsin də yəni. Hədə ki o policy-ni bir dənə düzəldirsən yəni. Deyirsən ki, qardaş yerdəki soccer kickindən belə var. Ondan sonra heç kəs yerə uzanmır yəni. Yes. Diz var deyirsən, heç kəs belə yerdə dilənçi vəziyyətində dayanmır ki, mən fight eləyirəm. Unreal bir şey olmur da, yəni o normalda elə dayansan, kimsə dizi başından qoyar, gedərsən də, yəni məsələn. Bəli. Anyways. Nəysə. Bunlara uğurlar arzulayırıq, növbəti döyüş üçün də həyəcanlıyıq. Deyilik, amma yəni heavyweight-də bu dəqiqə əlimizdən gələn bir şey yoxdur. Heavyweight-də bu dəqiqə şey var, maraqlı. Vadim Nemkovun hər veriş dilimdə düşübdür deməkdən, o var, o heç. Onu gətirməyəcəklər də, amma yəqin ki, o Fedorun özü gəlməz, Fedorun uşağıdır deyə gəlmir axı o. Fedorun. Amma Heavyweight-ə maraqlı bir şey gəldi bu yaxınlarda. Gable Dan Stevenson. Onu görmüş olarsın. Gəldi göyə. John Jones'un da yaxın bratvası, bəli. Dəfələrlə güləş çempionu olmasına baxmayaraq. Yes, 2020 Olimpiya çempionudur. Başqa rezultatı yoxdur. Internationally rezultatı yoxdur yəni. Ondan sonra çünki atdı. 20 yaşında Olimpiya çempionu oldu və retire elədi wrestlingdən. Sonra amma 25 yaşında gəldi US çempionu oldu. Dedilər ki, qaqaç çempion olduğunda davay Olimpiyadaya göndərik, dedik qalsın. Yenə retire elədi. Elə bir he's insanely talented. 5 il atır wrestlingi, sonra gəlir WWE-də getdi, alınmadı orada, yaxşı söhbət eləyə bilmədi zaten. Bir dənə MMA fight-ı da olub. Exactly, o deyəcək. LFA-də gəldi. Bir dənə MMA fight-a çıxdı LFA-də. Beləmi bir dəqiqəyə falan baxdım, o döyüşə full baxdım. Bir dəqiqəyə elə ringdə dalaşıblar özdə deyəsən. Yes, amma heç mənə ümid vermədi actually. İndi inkişaf eləyər, dəyişər, nə bilim nə, o ayrı. Yaş nədir? 25. Amma nə mənada ümid vermədi? Elə bir o transition'ı başa düşməyib, ya o Şiraslanın, buradan elə Şiraslana da salam. Bəli. Dediyi bir məsələ var idi ki, deyir, siz baxırsınız ki, bu nə bilim güləş, nə bilim nə çempionudur, deyirsiniz ki, bu MMA-yə keçsin. Hamı üçün deyil də, deyir, zərbə alanda özünü itirən adam olur, nə bilim nə olur. Hamı özünü döyüşdə rahat hiss eləmir. Dalaşmaqla deyir, güləş başqadır da yəni. Yəqin ki, məsələn, boksçular çox daha rahat tranzit eləyər, onlar zərbə buraxanda özünü itirməz də yəni. Amma Gable'da o var idi, elə bil içində o killer instinct mi yoxdur, döyüşməyi təzə bir şey kimi başa düşür, elə bir şey.
Yəni yerə almaq rahat, hər şey rahat, amma Grand Poundda falan istəyirsən ki, elə bir narahatdır özü də. Elə bir şey var idi. Amma onu fix eləmək üçün təzəlikcə boksa da keçdi. Bilmirəm, onu gördünmü? Dirty Boxing var ya, bir dənə təzə organization. O Dirty Boxingdə də dalaşdı. Orada da belə 15 saniyə falan yenə hansısa trashkəni knockout elədi. Onlar elə belə də şou üçün. Yes, amma yəni yaxşıdır da. Random adam da olsa 15 saniyəyə çıxıb knockout eləyirsə onu, I think he's getting better. Və belə demək ki, power da var imiş da, gəldi bir dənə uppercut qoydu, knockout elədi. Yəni. It was good. Yəni o da indi Dana White-dan da bu arada son night'dan sonra Sual soruşdular ha. Yes, bu Bonfim udduya, Bonfimin udduğu night oldu axırıncı. O night'dan sonra Dana White-dan da soruşdular ki, bəs Gable'a nə deyirsən? O da dedi ki, we'll see də başımı inşallah gəlir dedi. Gələr dedi də, yəni biraz şey eləsin. Amerikalı da istəyirlər gəlsin. Hə, bir suyun burdadır zat kimi də, yəni belə. Çünki Olympic champdir, US-də də tanınır. US-də bu arada wrestlingə baxan çox ciddi bir kütlə var. Bəli, bəli. Sırf wrestlingə College baxan. wrestling, hə? Yes, I saw college wrestling. Heç o biri wrestlingə yox. Exactly. Şeyə baxmırlar heç. Olympicsdən zatdan çox xəbəri yoxdur, həmin. O eyni kütlədir ki, Bonicle legend bilir. Bəli. Çünki Bonicle heç bir international result yoxdur. But they think he's wrestling legend zat. Amma heç international çıxmır arasa. How that guy can be legend of anything, yani, come on. Anyways. Yəni belə, Gable'da gözləyirik. Buradan Gable'dan Stevensona salamlar. Eyni zamanda inşallah bu yaxınlarda Vito Araujo ilə də fikirləşirik. Bir dənə talk eləyərik, görək amma elə belə fikirləşirik də. Görək sponsorlar nə deyir bu haqda. Vəsə, qəşəng oldu məncə. Keçə bilərik artıq danışmağa. Nədən? UFC 322, Madison Square Garden, November 15th. Amma elə hər şeydən danışıb bunu qırağa qoymuşkən, məncə November 15th dediyi üçün ki, Novemberin 15-də UFC 322-dən başqa bizlər üçün vacib olan daha bir döyüş. Daha bir döyüş var. NCF deyil. No, NCF deyil. Bunları öyrən də zəhmət olun. No, NCF-də son döyüşündə NCF-də qələbə qazanmış Məhəmməd Əli Osmanlı. Bu dəfə harada döyüşür? UAE Warriors'da. UAE Warriors'da səhv eləmirəmsə 3 ya da 4-cü döyüşünə çıxır. Orada səhv elədiysə affola. Amma yəni UAE Warriors'da başım döyüşə çıxır. Və bu dəfə də Məhəmməd Əlinin rəqibi almost hər dəfə olduğu kimi artıq buna alışmışıq. Məğlubiyyətsiz bir rəqibdir. Rəqibi 10 qələbə, 0 məğlubiyyət, 1 no contest olmalıdır ya da draw var rəqib. 10-0-1-dir boş. Rəqib bu belə. Burada Məhəmməd Əliyə uğurlar arzulayırıq. Çünki UAE Warriors yaxşı yerdir. Deməli, bəli, top 5 organizationdan biri sayılır. Ona görə də yəni UAE Warriors-da nəticə göstərmək önəmlidir. UAE Warriors-da bizim əvvəldən çempionlarımız olub, kəmərini almış olan idmançılarımız var. Bunlardan biri Tagir Abdullayevin əvvəl UAE Warriors-da kəməri var idi, welterweight-in çempionu idi orada. Amma UAE Warriors çempionlarımız demişkən çox recent, çox yaxın tarixdə, səhv eləmirəmsə oktyabr ayının 22-si idi. Asəf Çopurov, o da bantamweightdə döyüşür Məhəmməd Əli kimi. Asəf Çopurov UAE Warriors-ın bantamweight kəmərini qazandı. Və Asəf hal-hazırda 8-0 olmalıdır. Or 9-0. UAE Warriors-ın bantamweightini qazandı və eyni zamanda da UFC xaricində olan bantamweightlər reytinqində birinci yer olaraq göstərilir Asəf. Belə bir maraqlıdır. Yəni Asəf mənə elə gəlir ki, bugün biləmədin sabah artıq UFC-də ola bilər. Yəqin ki, indi orada bir menecerlərin də bir qərarı var ki, məncə bugün olmasın, sabah olsun, or bugün olsun. Çünki Asəf mənə elə gəlir ki, UFC ilə, yəni UFC-yə onu təklif eləsələr artıq götürürlər. Onun döyüşlərini də mən izlədim, açığı çempionluqdan sonra izlədim. Tanışlarımızı görürsən də. Məhəmməd Əlini əvvəldən tanıyırdım. Asəfi çempionluqdan sonra, Asəfi də tanıyırdım, amma döyüşlərini izləməmişdim. Çempionluqdan sonra oturdum, bir-iki dənə döyüşünə baxdım. Əsas da elə kəmər döyüşünə baxdım. Mənə elə gəlir ki, hal-hazır, indi demirəm də gəlib Merab Udarza, bundan danışmıram. Amma hal-hazırda UFC bantamweight'ə girər və indiki səviyyəsi ilə rənkə girməyi də zorlayar, yəni. Asəf rənkə də girməyə
yaxındır, layiqdir, belə deyim, UFC Top 15 rənkinə. Və mənə açıq elə gəldi ki, çox complete fighterdır. Bilmirəm, Asəf çox xoşuma gəldi. Asəf çox xoşuma gəldi. Əsas güləşi ilə önə çıxır. Amma yəni hər tərəfli və Asəfin döyüşündə belə hiss edirəm. Özgüvən. O indi Məhəmməd Əlidə daha çox da açıq özgüvən. Məhəmməd Əli biraz kameraya da uyğun bir döyüşçüdür axı. Amma Asəfdə belə daha sakit döyüşü falan görmək olur. Rahatdır. Bütün döyüşçülərimizə uğurlar arzulayırıq. İndi ən yaxında da Məhəmməd Əlini görək də növbəti döyüşü olacaq UAE Warriors-da. Ona da uğurlar arzulayırıq. Elə eyni gündə, noyabrın 15-i. Az qalıbdı. Noyabrın 15-dir, bəli. Uğurlar və nəhayət UFC 322. Right? Özü intro istəyir bu, istəmir. İstəmir. Nə istəyir, getsin. Hə. Madison Square Garden, inşallah noyabr ayının 15-i Amerikanın Madison Square Garden şəhərində. Fasilə eləyək bəlkə bir dənə. Hə? Fasilə eləyək bir dənə. Eləyək də. Onda saxlayaq, bu ayrı veriş olmuş. Yes.